Təcili olaraq Yasamal rayonunda 2 otaqlı mənzil kirayə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsində. Əvvəldə bildirdim ki, mənzil yerləşir Yasamal rayonunda. Niyə elə dedim? Ona görə ki, Yasamal rayonu ilə, yəni Şərifzadə küçəsi ilə arasında təxminən 100-150 metr məsafə var. Yeni inşa olunmuş 12 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir bu mənzil. Ümumi sahəsi 70 kvadratdır, 2 otaqlıdır, tam təmirlidir və bütün əşyaları ilə birlikdə uzun müddətli olmaq şərti ilə yalnız və yalnız normal ailəli şəxslərə kirayə verilir. Mənzil ayın 20-si boşalacaqdır. Xahiş olunur ki, ailəli şəxslərdən başqa heç kəs müraciət etməsin. Əziz və dəyərli izləyicilər, əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsində, 12 mərtəbəli yeni inşa olunmuş binanın 5-ci mərtəbəsində. Ümumi sahəsi 70 kvadrat olan 2 otaqlı, əşyalı, kondisioneri, isitmə sistemi, kombi olan, 24 saat mühafizə sistemi olan, yeraltı parkingi olan, altında mağazalar fəaliyyət göstərən bir binada yerləşir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya da çox yaxın bir ərazidə yerləşir və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxındır. Bu mənzilin aylıq kirayə haqqı 550 manatdır. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. 75 min manata kubcalı 3 otağa düzəlmə mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov yox, Dadaş Bünyadzadə küçəsində, 13 mərtəbəli yeni inşa olunmuş binanın 13-cü mərtəbəsində mansard tipli 3 otağa düzəlmə, tam təmirli, qazı, suyu, işığı daimi olan və sənədi kubca olan bu mənzil təcili olaraq satışa çıxarılıbdır. Əvvəldə də qiymətini demişəm, sonra deməyin ki, niyə qiymət demədiniz. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Dadaş Bünyadzadə küçəsində, yeni inşa olunmuş 13 mərtəbəli binanın 13-cü mərtəbəsində mansard tipli 3 otaqlı mənzildir, tam təmirlidir, qazı, suyu, işığı daimidir, qiyməti 75 min manatdır, sənəd kubcadır. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Əvvəldə də bildirdiyim kimi binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Qiyməti demişdim, bir daha deyirəm. Qiymət 75 min manatdır. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonunda Həsən bəy Zərdabi prospektində qanuni 3 otaqlı, ideal təmirli mənzil təcili olaraq satışa çıxarılıb.
Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Həsən bəy Zərdabi prospektində yeni inşa olunmuş 19 mərtəbəli binanın 7-ci mərtəbəsində. Ümumi sahəsi 125 kvadrat olan qanuni 3 otaqlı, tam təmirli və təmirində keyfiyyətli materiallardan istifadə olunan 2 sanuzeli bir eyvandan ibarət olan bir mənzildir və onu da xatırladım ki, mənzildə təmirdən sonra yaşayış olmayıbdır. Sənədi müqavilədir, çox yaxın vaxtlarda qupça verilməsi də gözlənilir. Binanın yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər həm 20 yanvar metrosuna, həm İnşaatçılar metrosuna piyada 5-10 dəqiqəlik məsafədə yerləşir və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Həsən bəy Zərdabi prospektində yeni inşa olunmuş 19 mərtəbəli binanın 7-ci mərtəbəsində. Ümumi sahəsi 125 kvadrat olan, təmirində keyfiyyətli materiallardan istifadə olunmuş və təmirdən sonra yaşayış olmayan bu mənzil təcili olaraq satışa çıxarılıbdır. Mənzilin qiyməti 299.000 manatdır. Sənəd əvvəldə də bildirdiyim kimi müqavilədir. Çox yaxın vaxtlarda qupça verilməsi də gözlənilir və onu da bildirim ki, qupça veriləndən sonra bu qiymət olmayacaq. Təxminən 50.000, 40.000 əlavə üstünə pul gətirəcək. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonunda satılan 3 otaqlı həyət evinə 20.000 manat endirim olundu. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak həyət evidir. Yerləşir Yasamal rayonunda Şərifzadə küçəsinə təxminən 150-200 metrlik məsafədə 1,5 sotun içində inşa olunmuş 3 otaqlı təmirli bir həyət evidir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Ən əsas məsələlərdən biri odur ki, bu həyət evinin sənədi qupçadır. Qupçasında düzdür 55 kvadrat kimi qeyd olunubdur, amma ümumilikdə 125 kvadratdır. Həyət evinin yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər İnşaatçılar metrosuna piyada 3-5 dəqiqəlik məsafədə yerləşir və həmçinin Şərifzadə küçəsindən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu həyət evi yerləşir Yasamal rayonunda Şərifzadə küçəsinə təxminən 150-200 metrlik məsafədə, ümumi sahəsi 125 kvadrat olan, amma qupçasında 55 kvadrat kimi qeyd olunmuş 1,5 sotun içində inşa olunmuş 3 otaqlı yaşayışa yararlı bir həyət evidir. Təcili olaraq satışa çıxarılıbdır. Əvvəlcə də bildirdim ki, 20.000 manat endirim olunubdur. Çünki təxminən bir ay bundan öncə bu həyət evini 115.000 manata qoyulmuşdu.
Hal-hazırda isə 95.000 manata təklif olunur. Real alıcı olarsa, ümid edirik ki, aşağı yeri də olar. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə, 050 277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.